Dekabrın 4-ü Toplum TV iş üzrə həbs olunmuş Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun doğum günüdür. 24 yaşını qeyd edən İlkin Əmrahov 2024-cü ilin martın 6-sında Toplum TV-yə qarşı keçirilmiş əməliyyat zamanı saxlanılıb. O, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Beynəlxalq Münasibətlər Fakültəsinin məzunudur. İlkin Əmrahov beynəlxalq münasibətlər sahəsində gənc tədqiqatçılardan biridir. O, Demokratik Təşəbbüslər İnstitutunun Gənc Layihə Menecerləri proqramını bitirib və orada təcrübə keçib. Daha sonra Gənc Layihə Menecerləri 2 proqramının qrup koordinatoru kimi çalışıb. İlkin Əmrahov Toplum TV iş üzrə keçirilən məhkəmə proseslərinin birində belə demişdi. Stat: Polislər ofisə basqın etdilər, dərhal interneti kəsdilər, telefonları məcburi şəkildə hər kəsdən aldılar. Məhkəmə qərarı təqdim etmədən, heç bir izahat vermədən təcili əməliyyat axtarışı başladılar. Halbuki ofisdə insan meyidi yox idi. Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayət hazırlanmırdı və ya insanın həyat və səhhəti üçün real təhlükə yox idi. Statın sonu. İlkin Əmrahov ifadəsində istintaqın onun digər təqsirləndirilən şəxslərlə birgə xaricdən valyuta qaçırılmasında iştirak etməsi iddiasını təkzib etmişdi. Stat: İstintaq müəyyən edib ki, biz qabaqcadan əlbir olub 2023-2024-cü illər ərzində müxtəlif adlar altında xarici ölkələrə səfərlər etmişik və xaricdən ölkəyə qaçaq mal gətirmişik. Xətai rayon məhkəməsi bu təqdimatı əsas tutaraq ümumilikdə 13 ay sanksiya verib. Halbuki dövlətin ali institutu olan məhkəmə müstəqil olsaydı, sadə bir araşdırma ilə müəyyən edərdi ki, mən ümumiyyətlə xarici ölkəyə getməmişəm. Xarici pasportum da yoxdur. Sanksiya məhkəmələrində proses necə qanunsuz aparılırdısa, indi də o formada davam edir. Statın sonu. Toplum TV iş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçalmaçılıqda ittiham ediliblər, sonradan isə ittihamlar daha da ağırlaşdırılıb. Özləri isə ittihamları rədd edirlər və siyasi sifariş əsasında saxlanıldıqlarını bildirirlər.